Bunları bilirdinizmi? Dua etmək də, qurban kəsmək də sadəcə bir adət və ya ənənə deyil. Bunlar ibadətdir. Necə ki namaz yalnız Allaha qilinirsə, dua da yalnız ondan istənilərək edilir. Qurban da yalnız onun adı ilə və onun rizası ucun kəsilir. İnsan bəzən fərqinə varmır. Namazı başqası ucun qilmağın yanlış olduğunu çox gözəl anlayır, amma dua və qurban məsələsində eyni həssaslığı göstərə bilmir. Halbuki Quranda bu ibadətlərin birbaşa Allaha aid olduğu açıq-aşkar vurğulanır. Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım və ölümüm də aləmlərin Rəbbi, Allah ucundur. Dua qəlbin yönəlisidir. Qurban itaətin və təslimiyyətin simvoludur. Bu səbəbdən onların istiqaməti də yalnız və yalnız Allah olmalıdır. İbadətin əsl dəyəri tək əməldə deyil, həm də niyyətdədir. İsim düzəlsin deyə yox, Allah əmr edib və mən ona itaət edirəm düşüncəsi ibadətin əsl ruhudur.